Salam olsun. Bir anlıq təsəvvür et ki, telefona baxırsan, internet yoxdur. Öz-özünə deyirsən, problem deyil, indi düzələr. Televizoru açırsan, orada da sükut. Bir kanal, bir səs, bir xəbər də yoxdur. Bir dəqiqə keçir, sonra 5, sonra anlayırsan ki, bu təkcə sənin başına gəlmir. Bütün dünyada internet kəsilib. Və nəinki internet, bütün şəbəkələr susub. Heç kim nə baş verdiyini də bilmir. Çünki xəbəri alacaq bir yerdə qalmayıb. Ağıl dərhal boşluğu doldurmağa başlayır. Ən pis ssenarilər işə düşür. Sonra isə qorxu, şübhə, nəzarəti itirmə hissi gəlir. Pul lazımdır, amma pul bankdadır. Banklar da əlbəttə ki işləmir. Kartlar bu səfər ölüb plastik parçasına çevrilib. Rəqəmlər ekrandan yoxa çıxdı. Dünən təhlükəsiz olan hər şey bugün yoxdur. İnsanlar küçələrə çıxır. Səs yüksəlir, xaos başlayır və sən bir şeyi hiss etməyə başlayırsan. Daha doğrusu xatırlamağa. Sən ailədən oldun, evdən, köklərdən uzaqlaşdın. Texnologiya dediyin bütün hər şey səni, rahatlıq dediyin hər şey zəiflədirmiş. İndi isə hər şey sənin özünə qalıb. Nə bilik var, nə sistem, nə də kənardan gələn kömək. Bu qorxulu film deyil. Bu bir güzgüdür. Bu güzgü ki, burada yeganə bir həqiqət qaldı. Sənin içində olan resurs, sənin nəfəsin, sənin şuurun, sənin yanında olan insanlar. Sistemlər çökə bilər və çökəndə insan yerində qalır. Və insanın içi boşdursa, xaos yaranır. Dolu isə yeni dünya açılır. Bir zamanlar qurduğumuz sistem çökməyə başladı. Dünən uğur saydığımız hər şey birdən-birə mənasını itirir. Dava-dalaşla, streslə gecəni gündüzə qatmışdın. Əldə etdiklərin heç kimə lazım deyil. Çünki paylaşacaq yer də yoxdur. Sən bütün xoşbəxtliyini bunlara bağlamışdın, layıklara, baxışlara və təsdiqə. İndi gözəl günlərini çəkib paylaşa bilmirsən. Əvvəllər yaxşılıq adı altında etdiyin ən gözəl əməlləri göstərə bilmirsən. Çünki onları görəcək ekranda qalmadı. Bir vaxtlar heç nə lazım deyildi. Bir TikTok kifayət edirdi, ya da YouTube. Evdən çıxmadan dostlar tapırdın, əlaqələr qururdun. Saatlar necə keçirdi bilmirdin. Oturaq vəziyyət həyat tərzinə çevrilmişdi. Bədən hərəkətsiz, ağıl yorğun, ruh isə susmuşdu. İşləmək üçün hərəkət ehtiyac yox idi. Yazmaq, oxumaq, çölə çıxmağa artıq vaxt itkisi sayılırdı. Hər şey barmağının bir toxunuşu ilə həll olurdu. İndi isə barmaq işə yaramır. Və ilk dəfə özünlə üz-üzə qalırsan. Səssizlikdə, filtrsiz. Paylaşılmayan bir reallıqda. Bu reallıqda yeganə verə biləcəyin özünə yeganə sual. Sən kim idin sistem işləyəndə və indi kim qalırsan? Əslində, cavab çox sadədir. Həqiqi sən, sənin yaddaşın. Bu bir son deyil, bu yaddaşın oyanmasıdır. İnsanın yenidən yeriyə, düşünə, hiss etməyə qayıdışıdır.
Baxın gözəl qəlblər. Əslində mən qara xəbər vermək üçün burada deyiləm. Qorxutmaq üçün də deyil. Mən düşündürmək üçün buradayım. Və yenidən öz şuurunuzu işə salmaq üçün. Xoşbəxtliyi bir şeyə bağlamayın. Nə texnologiya, nə pula, nə təsdiqə, nə də başqalarının baxışına. Çünki xoşbəxtlik sizin əlinizdə olmazsa, onu bir gün əlinizdən alarlar və siz zəif düşərsiniz. Bağlılıq təhlükəsiz görünür, amma asıllıq yaradır. Sizin bağlılığınız öz həqiqi məninizə olmalıdır. Başqalarının məninə deyil. Başqalarının fikirlərinə, ölçülərinə və həmçində texnologiyaların alqoritmalarına da olmamalıdır. İnsan öz mərkəzində olmalıdır. Əgər insan öz mərkəzini taparsa və orada olarsa, heç bir sistem onu yıxa bilmir. Çünki içdən dayaq var. Bu video bir xatırlatmadır. Özünə qayıt. Orada hər şey hələ də işləyir.